Choose the correct variant. Doğru variantı seçin. If my friend to another country, I, him. If'e görə biz burada düzgün zaman uzlaşmasını təyin etməliyik. If'dən sonra indiki sadə zaman yazacaqsa, digər boşluqda gələcək sadə zaman olmalıdır. Və A variantında moved keçmiş zamanda gələcəklə uzlaşmır. B variantında isə yerləri dəyişik yazılmışdır ki, biz burada artıq birinci tərəfdə indiki sadə zaman verməliyik. Daha sonra C variantında hər iki tərəf indiki sadə zamandır. Bağlacının uzlaşmasında hər iki tərəf indiki sadə zaman ola bilər. Sadəcə mübtədə I olanda biz onu missed deyə qeyd etməliydik, yəni yes düşməli idi. D variantında isə moves indiki zaman, missed keçmiş zaman olduğu üçün uzlaşma pozulur. Düzgün cavabımız Y variantıdır. Movies və will miss şəklində. Əgər mənim dostum başqa bir ölkəyə köçsə, mən ondan ötürü darıxacam. Düzgün cavabımız Y variantıdır.